Hörmətli cənab baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun sizin ölkəyə, sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən sizi bütün nailiyyətləriniz münasibəti ilə təbrik etmək istəyirəm. Sizin rəhbərliyiniz altında Efiopiya uğurla inkişaf edir və beynəlxalq birliyin vacib üzvüdür və iqtisadiyyatımız da artır. Əlbəttə ki, biz iki tərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahəsində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz.